Dostlar, istəyirəm sevgiyə baxım. Sevgi ilə əlaqəli açımlar edəcəm indi. Ağlımdakı insan məni sevirmi? Həqiqətən sevirmi? Yəni həqiqi hisslərdirmi? Yoxsa nəyəsə görədirmi? Yəni 3 variant qoyacağam. Çox gözəl kalodadır dostlar. Baxın nə qəşəng kalodadır. Çox gözəl kalodadır həqiqətən. Sevirəm bu kalodanı. Bunu hədiyyə eləyib qızım. Baxırıq sevgiyə. Ağlımdakı insan məni həqiqətən sevir. Ağlınızdakı insan, birinci variant. Birinci baxaq görək bu insan necə insandır öz-özlüyündə. Sizə göstərdiyi və əslində olan hissləri. 1-ə qoyuram mələyi, rozlu mələyi, 2-yə ağ mələyi, 3-ə də yaşıl mələyi qoyuram. Və mən birinci variantdan başlayıram dostlar. Necə insandır? Yaxşı insandır, pis insan deyil, amma bir şeydə dayanmır da, tez-tez nastroyeniyası dəyişən adamdır. Həyatda da ümumilikdə belə tarazlıqda getmir heç nə. Bəzən yaxşı, bəzən pis. Gah yaxşı, gah pis. Bir şeydə dayanmır. Yaxşı, ümumilikdə götürəndə pis insan deyil. Sizə göstərdiyi bu insan həmişə ümumilikdə bu insan üçün vacibdir qələbə çalmaq. Bu deyən olması, məqsədinə çatmaq, öz planları, ola bilsin harasa getmək barədə də düşünür, planında var gələcəkdə. Daha çox öz nəyində, ciddidir, belə ciddidir. Gənc adam da ciddidir. Əslində olan. Bu insan nəsə qərar verərsə, romantik deyil bu adam. Bu adam romantik. Bunun üçün udmaq, qələbə çalmaq vacibdir. Hədəfinə çatmaq vacibdir və bu insan nəsə qərar verərsə, ağılla qərar verər. Bunun üçün hisslər arxa plandadır dostlar. Hisslər arxa plandadır. Başa düşürsünüzmü? Bu insan biraz soyuqqanlı adamdır. Belə dəhşətli hisslər görmürəm. Belə sevgi görmürəm. Biraz bağlıdır qəlbi sevgiyə. Bu daha çox işləri, problemləri, planları maraqlandırır daha çox. Sizdən çox başqa şeylər maraqlandırır. Öz hədəfləri. Romantika görmürəm. Burada bu insan necə insandır? Biraz dərdlidir, qəmlidir. Nəsə düşünür, biraz şansı var deyə düşünür. Amma hal-hazırda biraz qəmli, dərdli görürəm mən bunu. Bu da elə dəhşətli sevgi göstərmir. O merini aparır özünü. Yəni tam belə romantika, dəlicəsinə sevgi, belə şeylər görmürəm. Hissləri var amma. Hissləri var burada. Yoxdur deyə bilmərəm. Amma daha çox ümidsiz hisslər var burada. Bu münasibətdə elə bir ki, biraz ümidsizlik mi var? Şans yoxdur deyə mi belə bir şeylər var, belə görünür. Ola bilsin bir maniyə də var. Ona görə elə düşünülə bilər. Bax, belədir. Burada da bu insan nə desə o olmalıdır əslində. Burada bu adamın bəlkə həyatında 3 nəfərsizsiniz. Bəlkə ola bilər başqa adam da var həyatında və yaxud da sizin nə də ki onun həyatında. Belə deyim ki, bu adam da burada sevgi barədə, yəni belə deyim, biraz zərif, yumşaq, sevim, belə ölüm, belə şey görmürəm də. Görmürəm. Biraz jostki adam ola bilər. Biraz o deyən belə biraz soyuqqanlı kimi görürəm mən bu insanı. Belə dəhşətli sevgi də burada da görmürəm uşaqlar. Burada çox hissiyatlı, çox güclü insandır. Güclü. Kişilər tutsa buradakı qadın ola bilsin belə şeylə magiya ilə maraqlanır, qeyri-adi şeylə, ezoterika ilə maraqlanan qadınlar görürəm. Buradakı insan çox güclü. Yəni belə qeyri-adi adamdır. Hal-hazırda qurban olmuş vəziyyətdə nəyəsə görə dözür. Ümumi vəziyyət yaxşı olsun deyə özünü qurban edən bir insandır. Sevir sizi. Bu sizi sevir. Sizə görə özünü qurban da eləyər. Hər şeyindən də keçər. Düzgünlük istəyən adamdır. Vəfalı adamdır. Etibarlı adamdır. Çox da güclü adamdır. 3-cü variant. Belə. Və bir də bəzilərinizdə 3-cü variant. Burada nə ola bilər? Bu insan düzgün adam olduğuna görə, özünü qurban edən adam olduğuna görə haqq ədalət, düzgünlük olsun deyə
özünü qurban da eləyə bilər. Başa düşürsünüzmü? Nələrindən keçə də bilər. Bax belə bir xüsusiyyət də var bəzilərinizdə, bəzilərinizin sevgilisində də deyək ki, sevdiyiniz insanda. Ümumilikdə yəni düzgün adamdır deyə bilərəm də. Düzgün adamdır. Hissləri də var. Var. Bu etibarlı adamdır. Amma nəyisə götür qoy eləyir və belə deyim ki, əgər ailəsindən, əgər siz buna ailəsizsə sizi seçər. Belə deyim də, burada üç bucaq tutan adamlar varsa, ailəli insana görüşən, bu adam ailəsini seçər. Bax belə deyim. Və belə sevgi də buradadır. Bu qədər dostlar. Diqqətli olun, heç kəsi ideallaşdırmırıq. Sevəndə həmişə bariyeri qoyun. Çünki insandır, biz də insanıq. Biz də dəyişə bilərik. Qarşı tərəf də dəyişilə bilər. İnsan depressiyaya nə vaxt düşür? Gözləntiləri olanda böyük. Böyük gözləntilər eləməyin. Hamı insandır. Hər şey bitir bir günü. Və hər şeydə yaxşılıqadır. Çalışın. Sizin sevginizə layiq olan insanı sevin dostlar. Kimsə gedərsə, kimsə də yetərincə sizə qiymət vermirsə, pis olmayın. O sizə bir şans verir düşünməlisiniz ki, sizin həyatınızda sizi sevən, sizə dəyər verən, sizin üçün nələrinəsə keçəsi insan, xoşbəxtlik sizə bağlı insan olmalıdır dostlar. Bu qədər. İzləmədə qalın, yenə açımlar edəcəm.